Vaxtım yoxdur deyirik. Sanki bu dünyanın bizə gündəlik 24 saat verdiyinə heç inanmırıq. Halbuki günəş hamı üçün eyni vaxtda doğulur. Bəs o 24 saat harda itir? Kim alır onu? İşimiz, telefonumuz, yaxınlarımız, yollar, yoxsa gözləntilər? Hətta az bir müddət tapıb istirahət edəndə belə vicdan əzabı keçiririk. Çünki görməli olduğumuz saysız iş bizi gözləyir. Müşahidələrə əsasən Azərbaycanda orta yaşlı bir insan gününün 6-8 saatını işə, 2-3 saatını telefona, 1-2 saatını ev işlərinə, məişət qayğılarına, 1 saatını yollara, tıxaca sərf edir. Yerdə qalan vaxt isə əksərən zehni yorğunluqla keçir. Bu da insanda yuxu ehtiyacı yaradır. Psixoloq Qətibə Abdullayeva isə deyir ki, vaxtla bağlı narahatlıq artıq kollektiv psixoz formasını alır. Belə ki, vaxtı itirmək qorxusu insanlarda dərin narahatlıq yaradır. Sanki yavaş yaşamaq, geri qalmaq kimi qəbul edilir. Halbuki insan psixologiyası fasiləsiz tempə uyğun deyil. Həyata görəv üçün deyil, özümüzə də vaxt ayırmaq üçün gəlmişik. Çünki insan bunu davamlı etdikcə robotlaşmağa başlayır və insanda artıq emosional yanma baş verir. İnsan artıq yaşadığı həyatın mənasını bilmir, həyatdan həzz ala bilmir, fikirləşir ki, nə qədər belə davam eləyəcək. Qayğılar, ehtiyaclar çox olduğu üçün insanların işləmə ehtiyaclarını başa düşürük. Günün çox saatını işdə keçirdə bilərik, amma müəyyən hissəsini evdə keçirdik. Evdə keçirdiyimiz saatlara baxsaq, ya biz sosial şəbəkələrdə vaxt keçirdirik, ya ev işləri ilə vaxt keçirmiş oluruq. Nəticə etibarilə yenə də fiziki olaraq evdə oluruq, amma ruhən övladımızın və yaxud da ki, özümüzün qayğısına həqiqətən də qala bilmirik. Vaxt pulla alınmayan, amma pul üçün satılan ən dəyərli resursdur. Məhz buna görə də vaxtımızın kimə və ya nəyə aid olduğuna qərar vermədikcə, əslində öz həyatımızı başqalarına yaşadacaq və ya elə başqaları üçün yaşayacağıq. Ayşən Sərdar qızı, Səbuhi Mustafayev, Xəbər ertəsi.